Əzizli möminlər, bizləri yoxdan var edən, əbədi güc və qüdrət sahibi olan Allaha həmd ilə başlayırıq. Salatu və səlamın ən gözəli, yaradılmışların ən xeyirlisi, insə və cinnə göndərilmiş Muhammed sallallahu aleyhi və səlləmə salatu salam olsun. Onun əhl-i beytinə, sahabələrinin tamamına. Oxuduğum ayət-i cəlillədən də gördüyümüz kimi, bugünkü xütbəmizin mövzusu da əhl-i beytin məşhur simalarından sayılan Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin evində böyüyən oğlum dediyi İslamın 5-ci xəlifəsi sayılan Həzrəti Hasan radiyallahu anh haqqında danışacaq. Bu sahabə dediyimiz kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çox bənzəmiş. Həm yaradılış etibarilə, həm də əxlaq-ı Muhammediyyə etibarilə. Həzrəti Həsən radiyallahu anh hicrətin 3-cü ilində, miladi tarixlə isə 625-ci ildə Mədinə-i Münəvvərədə Peyğəmbərimizin qızı olan Fatıma binti Muhammed və əmsi oğlu, möminlərin 4-cü xəlifəsi olan Ali bin Əbi Talib radiyallahu anhın izdivacından dünyaya gəlmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 7-ci günündə qurbanını kəsdirmiş, saçını təraş etdirmiş, qulağına azan iqamə oxumuşdur. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu etməklə əslində biz ümmətinə örnək olmuşdur. Dəyərli qardaşlarım, Həzrəti Həsən, Allahım, mən bunları sevirəm, sən də sev deyə dua etmiş. Həqiqətən də düşünək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin duasını almış. Əbu Bəkir Sıddıq radiyallahu anh Həzrəti Həsəni görəndə ey Peyğəmbərə bənzəyən demiş. Baxın, bu sahabə o qədər tərifə layiq olmuş ki, bütün sahabələr Həzrəti Həsəni gördükləri zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yadlarına düşür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin xütbəmin əvvəlində dediyim kimi, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə yaşantısı ilə çox bənzəmiş. Bu sahabənin həyatına baxdığımız zaman Peyğəmbərimizin nəvəsi olan Həzrəti Həsən mənim dünyada qoxladığım Reyhanım dediyi bir isim olmuş. Bu sahabənin bir çox özəllikləri olmuş. Birincisi təqva sahibi olmuş. Sözü və feili ilə, yəni dediklərinlə əməlləri üst-üstə düşən bir insan olub. İkincisi zöhd sahibi olub. Yəni, dünya ona sadəcə Allah-u Teala'nın ahirəti qazanması üçün verdiyi bir yer olmuş və bütün dünya nemətlərini bir anda Allah rızası üçün təsadduq edən birisi olmuş. Çox səxavətli olmuş, çox cömərd olmuş. Malını 2 dəfədən çox, yarısından çoxunu Allah rızası üçün verən bir isim olmuş. Vüqar sahibi olmuş. Bu sahabə Allah-u Teala'nın bizlər üçün örnək olacaq şəxslərdən biridir. Bunun həyatı həqiqətən də çətinliklərlə keçmiş. Digər bir özəlliyi, qardaşlarım, 25 dəfə piyada həcc etmişdir. Baxın, 25 dəfə. Bilirik ki, Məkkə-Mədinə arası təqribən 450 kilometrdir. O dönəmdə
isti bir şəraitdə və ehramlı bir halda Mədinədən Məkkəyə gəlmək həcc və ümrədə olanlar daha yaxşı bilir. Çünki o coğrafiyada piyada gəlmək çox çətindir. Zöhd və təqva sahibi olan bu şəxs 25 dəfə, İmam Zəhəbi rahməhullah bunu zikr edir, 25 dəfə piyada gəlib. Dəyərli qardaşlarım, Həzrət Həsən bir neçə dəfə evlənmiş və onun bir rivayətə görə 11 dənə övladı olub. O 11 övladın adını inşallah zikr edəcəm. Muhammed, Zeyd, Həsən, Qasım, Həsən, Əbu Bəkir, Abdullah, Amr, Abdurrahman, Ömər və Talha olub. Baxın, Əhl-i Beytin o məşhur siması övladlarına kimin adını qoyub? O 4 xəlifədən, Aşr-i Mübəşşirədən olan sahabələrin adını qoymuş. Əgər bunların arasında böyük bir xüsumət olsa, öz övladına onların adını qoyarmı? Qoymaz. İkinci bir məsələ. Xütbəmin əvvəlində dediyim kimi, Həzrət Həsən radiyallahu anh bizlər üçün böyük bir örnək şəxsiyyət idi. 6 ay xilafətdə oldu və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm məndən sonra xilafət 30 il olacaq demiş. Və 6 ayda Həzrət Həsən radiyallahu anhın payına düşür. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrət Həsəni mət eləyərək belə demişdir. Xütbədə ikən mənim bu oğlum seyyiddir. Allah bunun əli vasitəsilə iki toplumu, iki cəmaatı islah edəcək. Həqiqətən də Həzrət Həsən qan tökülməsinin qarşısını alaraq öz xəlifəliyindən imtina etmişdir. Buradan da bir sual ortaya çıxır. Əgər həqiqətən də xəlifəlik Allah tərəfindən təyin edilmişdirsə, Əhl-i Beytdən olmayan birinə xəlifəliyi təvdi edir, xəlifəliyi verir. Onun üçün də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi yolunu tutub gedənlərdən eləsin bizləri və 669-cu ildə xanımı tərəfindən zəhərlənərək Cənnətül Baqi qəbristanlığında dəfn olmuşdur. Allah Azza və Cəllə bizləri Əhl-i Beyti eləsin.